Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə, sakit bir məhəllədə 5 sotun içində 2 mərtəbəli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər iznin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi ev 5 sotun içində bağlı bağçalı bir həyət evidir. Yer olaraq çox gözəl bir yerdə yerləşir. Biləcərin mərkəzində sakit bir məhəllədə yerləşir. Çox rahat yerdə yerləşir. Qapının ağzına qədər asfalt olan ərazidir. Gördüyünüz kimi solunda bar verən meyvə ağaclarıdır. Baxın, bax, burada toyuq saxlamaq üçün əldamıdır. Belə ətraflı çəkirəm. Evin yan tərəfləri hamısı açıqdır. Havalanma tam uyğundur. Bax, belə yan tərəfi də görürsünüz açıqdır. Sadəcə ev sahibi bura artıq əşyalar zat girmək üçün belə üstünü belə bağlayıb. Alça ağacıdır, incil ağacıdır, üzüm çardı ağacıdır. Hamısı qaydasındadır. Nar ağacları var. Yəni belə gözəl bağ bağçası var. Həyətinə də rahat 4-5 maşın daxil olan bir görürsünüz həyəti var. Daxil olur buradan evin içinə. Yayda oturmaq üçün burada belə bir ev sahibi belə bir yay mətbəxi yaradıb, şərait yaradıb, evin üstünü belə bağlayıb, görürsünüz hörmətli izləyicilər. Evdə hal-hazırda təmir işlər gedir. Sökülüb, dağılıb, yəni bunu nəzərinizə çatdırım, amma ev sahibi evi təmirləyəcək, belə vəziyyətdə də verə bilər, gəlib öz əlinizdən də çıxarda bilərsiniz. Yəni təmir edib verə də bilər. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Ev həqiqətən oturmuş evdir. Girən kimi sol tərəfdə sanuzeldə. Hal-hazırda işlər gedir. Kim istəsə gəlib burada özü istədiyi kimi yığdıra bilər evdə. Qapıları özü də bahalı. Qapılarda ara kəsmələr şəxsi tikilir deyə. Görürsünüz, ara kəsmələri də qoşadı. Bura birbaşa qonaq otaqdır. Buranın üzü aboyları vırılıb demək olar. Az işləri qalıb. Aboylar alınır. İş gedir. Açıq aboylardan istifadə olunub hal-hazırda. Zala hardasa bir 40 kvadrat rahat yaxın var. 37-38 olar hələ, rahat deyirəm. Bura mətbəxidir. Mətbəxi də hardasa 4-ün 4-ü olar. Pəncərlər də tam rahat görsə evin içində işıq düşür. Öz həyətində yer baxır deyə pəncərlər hər tərəfli işıqlıdır. Qalxırıq buradan yuxarı. Bax, pləkanların zaten hər şeyin evin ev sahibi gözəl təmirləyəcək. Belə vəziyyətdə də kim istəsə gəlib ala bilər. Qalxırıq buradan yuxarı. Yuxarıda bir zal, bir mətbəxdir. 4 də otaq buradadır. Burada bir uşaq otağıdır. Bir yataq otağı buradadır. Haradasa 12-14 kvadrat olar. Təxmini ölçülər deyirəm. Burada yenə bir geniş bir 4-ün 5-ə bir geniş yataq otağıdır. Burada da haradasa 4-ün 4-50-yə zada bir geniş odadır. 15-16-18 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlər satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz. Hörmətli izləyicilər, zəng vuran zaman mütləq kodları götürmək lazımdır. Zınqırov adlı bildirim işarəsində aktiv eləsiniz, daha gözəl olar ki, hər satışa çıxan evlərdə xəbərdar olasınız. Evin qiyməti belə vəziyyətdə 100 mindir, tam təmiri vəziyyətdə 120 mindir. Real alcısı endirimi birbaşa gəlib öz sahibi ilə danışarsınız, ev sahibindən söz varsa, son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Üzr istəyirəm, 220 min belə təmiri vəziyyətdə, 200 min belə vəziyyətdə. Çox üzr istəyirəm, hörmətli izləyicilər. 220 min tam hazır vəziyyətdə, 200 min də belə vəziyyətdə gəlib danışmaq lazımdır. Nə düşəcək? Ev sahibi düşəcək. Son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər də izlədiyi üçün təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da.